1399 manata Honor 600 almağa dəyərmi? Honor bu dəfə premium segmentə ciddi giriş edib. Yeni dizayn, daha sərt çərçivələr, premium hissiyat və iPhone stilinə yaxın görüntü ilə gəlir. IP68 və IP69 sertifikatları da var. Yəni həm suya, həm də toza qarşı çox dayanıqlıdır. Ən güclü tərəflərindən biri ekranıdır. 8000 nit parlaqlıq günəş altında belə əla görüntü verir. 3840 Hz PWM texnologiyası isə göz yorğunluğunu azaldır. Performans tərəfində Snapdragon 7 Gen 4 gündəlik istifadə və oyun üçün kifayət qədər güclüdür. Amma əsas fərq batareyadadır. Honor silikon karbon texnologiyası ilə təxminən 7000 mAh batareya təqdim edir. Bu batareya ilə cihaz aktiv istifadədə rahat şəkildə 2 gün işləyə bilir. 200 megapiksel kamera gündüz çox detallı nəticə verir. Süni intellekt sistemi isə gecə çəkilişlərini daha aydın edir. Üstəlik Android 16 əsaslı Magic OS sistemi artıq daha çox funksiyalarla premium hiss etdirir. Bəli, dizayn iPhone-a çox bənzəyir. Üstəlik əməliyyat sisteminə öncədən yüklənmiş tətbiq sayı da həddən artıq çox görünür. Amma uzun batareya, premium ekran və fərqli Android təcrübəsi istəyənlər üçün Honor 600 hazırda bazarın ən maraqlı telefonlarından biridir. YouTube kanalımızda paylaşdığımız geniş icmalda Honor 600 və Honor 600 Pro modellərindən ətraflı danışmışıq. İzləməyi unutmayın.